Motosikl sürməyə neçə vaxt ağlındadır? Hələ də nəyi gözləyirsən? Salam, mənim adım Kamiladır. Motivasiyada 8-ci dərsimdir. Xüsusi rejimdə olan tələbəyəm. Əvvəllər motosikla qarşı fobiyam var idi. Nərmin xanımın sayəsində artıq sərbəst sürə bilirəm və motosikl sürməyə hər kəsə tövsiyə edirəm. Heç vaxt motosiklet sürməmiş bir çox tələbənin 10-15 dərsə şəhərdə rahatlıqla sürə biləcəyinə söz verə bilərik. Tələbə əgər 10 dərsə öyrənə bilməsə, 11, 12, 13 və sair dərslər hər dərs 2 saat olmaqla pulsuz keçirilir. Birinci, ikinci dərsdə motosikleti yerindən tərpədə bilməyən, eyni zamanda 4-cü, 5-ci dərsdə müəyyən manevrları edə bilməyən tələbəyə xüsusi rejim tətbiq edilir. Xüsusi rejimdə hər dərs minimum 2 saat olur, ta ki lazımi tapşırığı yerinə yetirənə qədər və xüsusi rejimə keçirilmə tamamilə ödənişsizdir. Tələbə boş ərazidə bütün tapşırıqları yerinə yetirdikdən sonra artıq 7, 8, 9-cu dərsdən təlimçi nəzarəti altında ona şəhərdə sürmə imkanı yaradılır. Bizim üçün əsas olan tələbənin tam şəkildə sərbəst sürməyidir. Xoşbəxtliyi ancaq motosiklet üstündə hiss edə bilərsən. Öyrənmək üçün motivasiya lazım deyil, motivasiya lazımdır.